Biz gelen kimi xarab oldu. İnsanlar baxın görüb. Maksimum çalışıram ki uzaqdan sevək. Mən deyərdim ki, bizim Heydər Əliyev parkı buradan qəşəngdir. İstanbulda ikinci günümüz. Səhər yuxudan oyandıq və saat 9-da otelimizdən çıxıb gedirik İstanbulun başqa yerlərini kəşf etməyə. Əslində bu kadrda gedəcəyimiz yerlər haqqında sizə ətraflı məlumat verirəm. Lakin mikrofonumun söndüyünün fərqinə varmadığım üçün video səssiz yaddaşa verilibdir. Onun üçün də istədim sizlərə səsli formada belə bir məlumat verim. Bugünkü hədəfimiz İstanbulun ən gözəl yerlərini kəşf etməkdir. Əsasən Fatih tərəfdə yerləşən Sultanahmet Camisi, Ayasofya, Mısır Çarşısı və digər yerləri görməkdir. Ara küçələrin birinə girdik. Yol axtarırıq. Gedək görək. Eminəm də çıxa bilirikmi? Əslində ara küçələri bir ədəd bomboş. Əslində ara küçələri çox belə deyim də enişli, yoxuşludur. Ona görə biraz çətin gəlir adama. Düz deyirsən, yəni normal insan kimi pilləkən oldu. Mən niyə maşın yolundan gedirəm, bilmirəm. Kazancı Ali Ağa Camisi. Burada maşallah, maşallah camilər çoxdur. Yəni məscidlər. Yolumuzun üstündə belə bir qəşəng yer tapdıq. Deyirəm də çox enişli, yoxuşlu yolları var. Pişiklər də ki, maşallah. Gəlin buna, bu mənzərəyə bir də yuxarıdan aşağı baxaq. İstanbulun ara küçələri. Bir ara küçə daha. Digər kadr kimi bu kadrda da mikrofonum sönüb və video səssiz yaddaşa verilibdir. Hal-hazırda biz İstanbul kartı alırıq. İstanbul kartının qiyməti 200 TL-dir. Kartı aldıqdan sonra içinə pul qoyaraq tramvay, funikulyor və metrolardan rahatlıqla istifadə edirik. Burada da şansımız üzümüzə güldü. Tramvay. Biz gələn kimi xarab oldu. Sultanahmetə getmək istəyirdik tramvayla, ancaq dedilər ki, təəssüflər olsun ki, ancaq Karaköy'ə qədər gedə bilir. Biz də indi minib Karaköy'ə qədər gedək görək, oradan sonra nə edirik? Piyada gedəndən sonra kimi? Məncə də. Gəldik Karaköy dayanacağına. Dedilər buradan o tərəfə işləmir. Yəni Fatihə özünüz getməlisiniz, bir yol tapıb. Balıq tutanlar, baxın görün. Pilləkən düşüb çıxmaqdan artıq ayaqlarımız mənə ağrıdı. Bax, burada artıq qiymətlərdə fərqlər var. Orada 25 TL'yə olan maqnitlər, orada 150 TL. Dokuz TL sneaker.
Keçdik, nəhayət ki yolun bu birisi tərəfinə keçdik. Ha, bu şeydir. Mısır çarşısı. Ha. Məşhur Mısır çarşısı. O dünən mən gördüyüm şirniyyatı məncə buradan tapmaq olar. Özümüzdə çay da var, bilər. Qəşəng çaylar var. Çox gözəl yerdir. Bunlar ne maraqlıdır, bunlar nədir görürsən? Atom dolma. Kilosu. Merhaba. Biz elə bilirlər. Ya İngiliz, ya Amerikan, nə bilim. Bəlkə də Suriyalı hesab edirlər. Ona görə hər bizi görəndə ingilis dilində danışırlar. Deyəndə ki, türk dilində danışa bilirik. Artıq bizim Azərbaycanlı olduğumuzu soruşurlar. Deyirik, bəli. Özüdür ki, varıq. Qəşəng çaylar var. Qəşəng çaylar var. Merhaba. Merhaba. Excuse me. Aha, bizə çay təklif edir. Tadına baxmaq üçün. Çox Abi de bak. Sağ olasın. Gel ya bak. Süper. Ne çaydı? Ne çaydı abi? İsmi Karışık doğal meyveler. Elma, ananas, mango, çilek. Öğütülmüş. kiloyla mı satıştı yoksa gram? Kilo 100 gram. 100 gram neçədir? 100 gram 400 gram. meyvə quruları var. Əjdaha meyvəsi deyirlər, onun qurusu. Əncir qurusu, kivi qurusu, çiçəklər. Baklavalar. İnanırsınız, yaxınlaşıb nəyəsə baxmağa qorxur. O dəqiqə az qalır qolumdan tutub çəkələr içəri ki, gəlin, gəlin. İçəri girdinsə mütləq nəsə alıb çıxmalısan. Ki, bayaq bir çay təklif elədilər, biz oradan çay aldıq, çıxdıq. Ona görə maksimum dərəcədə çalışıram ki, sağ olun. Ona görə maksimum çalışıram ki, uzaqdan sevək. Düşdük yollara gedir indi Gülhane Parkına. Gülhane Parkından sonra da yəqin ki keçərik Sultanahmet, Ayasofya tərəflərə. Əlfəclərdir bunlar. Qəşəngdir. Qiymət 75 TL. Baha. Hardası bir əlfəc gəlir 3 manata yaxın çıxır. Hava çox soyuqdur. Hava həqiqətən soyuqdur. Kuru kahveci Mehmet Efendi'nin mağazasına geldik. Özünün. Bak. Koferin ətinə bax.
tane 250 gram Çekilmiş kahve qiymətlər. Kuru kahveci Mehmet Efendi'den de kofelerimizi aldı. İsti, təzə çəkilmiş kofe. Türk qəhvəsi. Qoxusu küçə ilə dedi. Qəşəng dəmləyərik. Qonaqlarımızı çağırarıq. Gəlirlər, kofe çəkirlər bizdə. Şəkildəkilər realdır, görəsən yoxsa yalandan qurmadı. Tren. Eminönü T1, sen bunu dedin. Ay, avtomatlı askerler falan var. Continue on Huda Vendiger Kadisi. Yol tapdı. Gedək. Eminönü'ndən geriye geldik, çıxdı Gülhane Parkına. İstanbul'un məşhur Gülhane Parkı. Martılar. Bu da Gülhane Parkı. Burada bir şəkil çəkdirək. Skameykalarda. Burada Gülhane Parkı yazıb, ona görə deyirəm. Bu da martılar. Park haqqında təəssüratlarınızı deyə bilərsiniz. Mən deyərdim ki, bizim Heydər Əliyev Parkı buradan qəşəngdir. Bak, maraqlı olan tərəf kənarlarındakı qala divarlarıdır. Hə. Divarların içində olmağa maraqlı görsəlir. Əslində içi də qəşəngdir. Sadəcə olaraq Qədimli qala divarlarıdır. bəlkə də qışdır deyə ağaçlar falan yarpağını töküb, ona görə biraz quru kimi gəldi bizə. Bu da məşhur İstanbul'un göz muncuğu Ayasofya. Bu da Sultanahmet Camisi'nin meydanı karşısı. Bu da Sultanahmet Camisi'nin içi. Ve budur Sultanahmet Camisi, məşhur Türk məscidi. Mavi məscid kimi də tanıyırlar. Bu da ona görədir ki, bu məscidin tikintisi zamanı mavi rənglərə üstünlük verildiyi üçün daha çox mavi məscid kimi tanınır. Bu isə dikili taş abidəsi. Sayın Karahanlı sadakatinizi takdir ediyorum. Əksər insanlar buranı Kurtlar Vadisindən bilirlər. Karahanlını burada öldürmüşdülər. Allah rəhmət eləsin. Baxın. Nə qədərsiniz siz? Muaddanalar.
Saat 2-ni keçdi, namaz vaxtı bitdi. Gedək məscidə girək. Məscidin içini də çəkim sizlər üçün paylaşar. Gedək biraz da caminin məscidin içini çəkək sizlər üçün paylaşar. Ayaqqabılarımızı çıxardıq. Özümüzlə götürürük ayaqqabımızı. Yox, qoymuram. Mən çıxanda ayaqqabısız qalmaq istəmirəm. Bu da məşhur Sultanahmet Camisi. Vay, vay, vay. İçi çox gözəldir, çox. Və gəldik, çıxdıq Ayasofyaya. Ayasofyanı mən belə görəcəyimi təsəvvür etmirdim. Çünki yenidən qurma işləri aparılır deyəsən. Və biletlə girmək lazımdır. İndi bilmirəm. Görək giriş neçədir. 25 euro yazmışdı, səhv eləmirəmsə. Hə, bilet fiyatı, ziyarət alanı 25 euro. 25 eurodur bizim pulla gəlir. Hardasa 50 manata yaxın edir. Ayasofyaya giriş xaricilər üçün ziyarət 25 euro təşkil edir. Və biz bu 25 euroya bilet alıb girməyə yəqin ki düşünmürük. Biz hal-hazırda Ayasofyanın həyətinə daxil oluruq. İçinə daxil olmaq üçün 25 euro pul ödəmək lazımdır bir nəfər üçün. Bu isə belə bir yerdir. Ancaq belə uzaqdan görə bilərik. Girdik Ayasofyanın həyətinə. İçəri girəndə ştatifimizi əlimizdən aldılar ki, qadağandır onu aparmaq. Selfie çubuğumuzu dedilər, baxaq görün nə qədər uzanır. Görürlər çox uzanmır, dedilər, hə problem yoxdur, götürə bilərsiniz. Bu da Ayasofyamız. Hal-hazırda Ayasofyanın həyətindəyik. Məscidin içinə daxil ola bilmədik. Ona görə ki, qiymət çox bahadır. Bir nəfər üçün 50 manat təşkil edir. Ona görə həyətinə girdik və istədik buralarda çəkib sizlər üçün paylaşaq. Bu da Topkapı Sarayı. Topkapı Sarayına gəldik. Ayasofyanın həyətindən keçib getmək olur. Səhv etmirəmsə içəri giriş 100 manat. 96 manatdır. Çünki mən bir
YouTuber'da görmüşdüm. Yox, manatla 96 manat eləyir. Böyük ehtimal. Getdik elə Topkapının qapısından qayıtdıq. Çünki bir nəfər üçün giriş neçə dedi? 50 euro. Gəlir 100 manata yaxın pul eləyir. 100 manatadakı 55 euro gəlir, demək olar 100 manat eləyir də. 100 manatadakı, yəni bir gün İstanbulda kef eləyərik bir nəfər üçün. Məsələn. Eybi yoxdur. Onsuz da videolarda, şəkillərdə çox görürük. Yəni xəbəriniz olsun, bir nəfər üçün Ayasofya'ya giriş 25 euroydu. Topkapı Sarayına giriş isə 55 euro. Bir də dedilər ki, turistlər üçün 105 euroya bilet satılır. Ondan ümumi Ayasofya'dır, Topkapıdır və Şoxuna girmək olur, Qalatada. Hə, Qalatadır. Yəni ki, ümumi bütün biletlə olan pulu yerlərə girmək olar. Onu gec bildiyimiz üçün edə bilmədik. Nəysə. Gedək İstanbulun başqa yerlərini gəzək. Yəni Ayasofya'nın içində daxil ola biləcəyimiz yer bir dənə bura oldu. Pulsuz daxil ola biləcəyimiz.